Bugün Türk mətbəxindən közləməni hazırladım. Uşaqlar çox sevərək yedilər. Öncə qabımıza 3 stəkan un əlavə edirəm. Stəkan ölçüsü 250 ml. 1 dolu çay qaşığı duz əlavə edib qarışdırıram və 2 xörək qaşığı duru yağ əlavə edib apardığı qədər su ilə yumşaq xəmir yoğururam. Xəmiri dəzgahın üzərində yaxşı yoğururuq və qaba qoyub üzərini örtürəm və bu müddət ərzində öncədən hazırladığım göyərtini doğrayıram. Göyərti olaraq mən ancaq spanakdan istifadə etdim və pendir, mən mozzarella pendirindən istifadə etdim. Rəndədən keçirdirəm. Siz öz zövqünüzə görə istədiyiniz ağ pendirdən istifadə edə bilərsiniz. Yaxşıca qarışdırırıq və bir qaba 75 ml əridilmiş kərə yağı və 75 ml duru yağ əlavə edib keçirik xəmirimizdən kündələr tutmağa. Mən xəmiri 8 bərabər kündəyə ayırdım. Siz öz zövqünüzə görə kündələrin biraz iri, biraz xırda tuta bilərsiniz və hazırladığımız kündələri şar formasını verib dəzgahın üzərində bu cür yastılayırıq və öncədən hazırladığımız yağ qarışımına əlavə edib üzərini örtüb 20 dəqiqə dincəldirik və tavamızı isidib közləmələrimizə forma verməyə keçirəm. İçərisinə hazırladığımız içlikdən qoyub zövqünüzə görə duz və yaxud istədiyiniz ədviyyatlardan da əlavə edə bilərsiniz və bükürük. Yağladığım tavada öncə bir üzünü, daha sonra ikinci üzünü hər dəfə çöndərərək yağlayırıq. Bizim qutabımıza yaxın olan bu ləzzət həqiqətən çox ləzzətlidir. Siz də eyni qaydada hazırlayın, əminəm ki, siz də çox bəyənəcəksiniz.